Giza şəhərində yerləşən yanbayan piramidalardan ən böyük sayılan 146,7 metr hündürlüyünə malik Giza məzarı dünyanın 7 möcüzəsindən biri olaraq dönəmimizə çatan tək tikili olaraq bilinməkdədir. Piramidalar Nil çayının kənarlarında inşa edilmişdi. Bu da onun həqiqətən Nil vadisindən daşınması, yəni oradan konstruksiya olunmasını bir daha sübut edir. Şumer zikkurat məbədlər tipində, yəni mərtəbəli şəkildə inşa olunmaqla 138 ədəd piramidanın olduğu təxmin edilməkdədir ki, Firon və həyat yoldaşlarının məzarlarının üzərinə inşa olunmuşdu ki, Fironun nə dərəcədə güclü olduğunu vurğulaya bilsin. Burada hətta onun zinət əşyaları, qulları, hər şey onunla bir yerdə bastırılırdı. Çünki axirət dünyasına inam var idi. Minillər boyu ehramların möcüzəli və hətta qalaktikalar arası varlıqlar tərəfindən inşa edildiyi fikri insanlar arasında sübut olunmağa çalışsa da 21-ci əsrdə bu fikrin yalan olduğu ortaya çıxır.